BMW niyə problemli maşın sayılır? İlk növbədə BMW adi maşın deyil. Premium markadır. Premium maşınsa həmişə sadə olmur. Mühərrik, turbo elektronika, idarəetmə sistemləri hamısı yüksək səviyyədə, amma eyni zamanda daha mürəkkəbdir. Bu mürəkkəblik nə deməkdir? Servis bahadır, orijinal detallar bahadır. Adi ustanın bacarmadığı iş burada mütəxəssis istəyir. Bu da əlavə xərc deməkdir. Amma problem burada bitmir. Əsl bəlalar ikinci əl bazarında başlayır. Bazardakı BMW-lərin çoxu əvvəlki sahibləri tərəfindən artıq belə desək yorulub. Aqressiv sürüblər, amma servisə gələndə qənaət ediblər. Ucuz yağ, keyfiyyətsiz benzin, gecikmiş texniki baxış və nəticədə maşın problemlərindən yığılır. Sonra belə olur. Yeni sahibi maşını alır, bir müddət keçir, ard-arda xərclər çıxır və deyir, BMW problemliymiş. Əslində isə problem BMW-də yox, ona əvvəlcədən necə baxıblar ondadır. Bir mühüm məqam da var. Bu maşınlar güclü olduğu üçün çox adam sürətli idarə eləməyi sevir, amma qayğısına qalmaq istəmir. Nəticədə mühərrik yüklənir, turbo yorulur, elektronika sıradan çıxır. Nəticə odur ki, əslində BMW problemli maşın deyil. BMW-yə qulluq olunmadıqda problemli olur. Bəs siz necə düşünürsünüz?